Salam hörmətli izləyicilər, bu dəfəki qonağımız politolog Zərdüşt Əlizadədir. Zərdüşt bəy, xoş gördük. Xoş gördük. Zərdüşt bəy, bu İran, Amerika, İsrail arasında məlum bir müharibə baş verdi və tərəflər arasında daha dəqiq Amerika ilə İran arasında bir danışıqlar prosesi gedir. Ümumiyyətlə biz bu müharibəyə başqa hansı gözlə baxa bilərik? Çünki biz burada düzdür Amerikanı gördük, məsələn burada Çinin rolunu gördük, Rusiyanın rolunu gördük. Bir çoxları buna ümumiyyətlə şərqlə qərb arasında hansısa bir müharibə kimi baxırlar. Ümumiyyətlə bu müharibənin fəlsəfəsi nə idi? Siz baxırıq ümumi mənzərəyə, nə görürük? Görürük ki, tarixi baxımdan çox böyük bir zaman kəsimində Xristiyan aləmi, qərb aləmi müsəlman dünyasını əzir, istismar edir, özünə tabi edir. Bunun üçün müxtəlif vasilədən istifadə edir. Müsəlman dövlətlərinin başçılarını özü kömək edir ki, ora itaət edən insanlar gəlsin, müqavimət göstərən insanlar gəlməsin. Müsəlman dünyasının, İslam xalqlarının mənafeyini əsas götürən insanlar gəlməsin. Adamlar gəlsin ki, öz şəxsi mənafeylərini əsas tutsunlar, itaət etsinlər, can atsınlar qəlbə qovuşmağa, qəlb sağı yaşamağa çalışsınlar. Və bu bir üsullardan biri. İkincisi, beynəlxalq qanuna rəğmən, beynəlxalq hüquqa rəğmən müsəlman ölkələrinə qarşı cürbəcür cəza tədbirləri, bir tərəfli cəza tədbirləri tətbiq eləsinlər. Siz bilirsiniz ki, əgər hər hansı bir cəza tədbirini BMT-nin Təhlükəsizlik Şurası təsdiq edirsə, bu olur qanuni. Əgər etmirsə, bir tərəfli qayda, məsələn, Amerika tətbiq edirsə, bu olur qanunsuz. Bu olur, necələr, həyasızlıq, cinayət, qanun pozulması. İrana qarşı tətbiq edilən cəza tədbirlərinin, sanksiyaların əksəriyyəti Amerika tərəfindən bir tərəfli qaydada tətbiq edilib. Bəzilərini inzibati qaydada prezident administrasiyası tətbiq edib, bəzilərini isə Konqres, Amerika Konqresi tətbiq edib. Həmin Konqres ki, dünyadakı bütün qanunsuz işlərə qanun donu geyindirməyə çalışır. Yəni, mən bunu görürəm. Ola bilər kimsə başqa cür görür. Başqa bir baxımdan gələ bilər ki, insan hüquqlarına əsas götürən ülvi qərb dünyası, mənfur insan haqlarına düşmən olan İslam rejimini demək ki, ram etməyə çalışır ki, insanlara hörmət eləsin. İnsanlardan söhbət getmir. Mən bilirəm ki, burada əsas mənfəət, təbii sərvətlərə ağalıq. O Venezuela'da baş verən hadisə ən parlaq şəkildə göstərdi. Gəldilər Venezuela neftini götürdü. Hələ Trump gizlətmirdi. Dedi ki, İran neftini də götürəcəm. İndi də deyir ki, mən Hörmüz boğazını özüm nəzarətə götürüb pul yığacağım orada. Özüm mən İrana ayətullah təyin edəcəm. Yəni, başdan xarab adamlardır da. Öz ağalıq iddialarını əsla gizlətmirlər. Nəysə, mən bu cür görürəm. O biri tərəfdən iki nüvə dövləti, bu nüvə dövlətlərindən biri bəşəriyyətə qarşı böyük ağır cinayət törədərək Hiroşima və Nagasaki şəhərlərinə bomba atıb, dinc insanları öldürüb. O birisi qanunsuz şəkildə nüvə silahını oğurlayıb, ona sahib çıxıb və bu nüvə silahı ilə hədələyir qonşularını. Bu iki dövlət, cani dövlət birləşib böhtan atırlar İslam Respublikasına. İslam Respublikası deyir ki, mən bizdə qanunla qadağandır nüvə silahı istehsal eləmək. 2003-cü ildə Əli Xamneyinin fitvası var. Deyib ki, kütləvi qırğın silahı günahsız insanların ölümünə səbəb ola bilər. Ona görə biz İslam dininə uyğun olaraq nüvə silahından qəti imtina edirik, bunu qadağan edir. Buna baxmayaq, həyasızcasına üzə durub deyirlər ki, yox, İran nüvə silahlı istehsal etmək istəyir. YouTube'da xeyli belə məzəli şeylər də var, süjetlər var. Məsələn, Benjamin Netanyahu 30 il bundan əvvəldir ki, İrana 2 həftə qalıb nüvə silahına malik olmağa. Sonra yazırlar, tarix keçdi, 6 aydan sonra İrana 2 həftə qalıb, sonra 6 aydan sonra İrana 2 həftə qalıb, sonra 1 ildən sonra İrana 1 ay qalıb. Sonra və bu 30 il bu həyasız, cani
yalan değil, böhtan değil İran'a. Yani 30 ilə bu kadar İran zayıf oldu ki bir tane atom bombasını istihsal edilmeli. Bak şimdi hani Cənubi Afrika elədi, istihsal elədi, Pakistan elədi, İsrail elədi, İran elə bilmədi. Nüvə bombasının təsviri orta məktəb fizik kitablarında var. Orada hiçbir sir şey yoktur. Bu texnoloji həyata keçir. İran deyir ki istəmirəm. Neyse. Bu böyle bir şey. İki devlet birleşti. Beynəlxalq hüquqa rağmen hücum elədilər. Bombaladılar, öldürdüler. O cümleden Minab'da o kız mektebini öldürdüler. 168 kızcağızı öldürdüler. Ve bunlara həyasızdırlar. Bütün dünya müharibelerinde elə bir ülke hale karşı hadiseler olur ki sonra bu rəmzə çevrilir. Mesela 2. Cəhənnəm müharibəsində faşist Almanyasının Fransa'da Oradour şəhərinə qarşı törətdiyi, demək ki, Esserdə Xatın məntəqəsində həyata keçirilir cinayət. Vyetnam müharibəsində Songmi kəndinə qarşı Amerikanların törətdiyi vəhşilik. Bunlar hamısı rəmzə çevrilir. Minab da bir rəmzidir. Minab da bir rəmzidir. Livanda demək ki, vətəndaş müharibəsi zamanı sağların İsrail ordusunun köməyi ilə Sabra və Şatila düşərgələrində Fələstinləri qırması. Bunlar hamısı cinayətlərdir, hərbi cinayətlərdir. Və bu baxımdan Minab məktəbinə hücum da bu bir hərbi cinayət burada rəmzə çevirib. Təsadüf deyil ki, İranlılar həmişə bu Minab məsələsini qabardırlar. Demək ki, mən belə görürəm ki, iki nüvə dövləti, iki cani dövlət, iki o dövlət ki, bütün dünyada sayısız qırğınlar, müharibələr təşkil ediblər. Bunlar İranı şərləyirlər. İran bir dövlətə hücum eləməyib. İran yalnız məzlum hüquqları tapdalanan məzlum xalqlara kömək edir. Bu bədbəxt Fələstin xalqına kömək edir, bədbəxt Livan xalqına kömək edir və bədbəxt Yəmən xalqına kömək edir. O xalqlara ki qarşı bütün dünya dövlətləri haqsızlıq törədib təcavüz təşkil edir. Mənim yadıma bir söz düşür. Ermənistan Azərbaycanlıları qovurdu, Azərbaycan ərazisini işğal edirdi. Belə bir şəraitdə Amerika Kongresi bizə qarşı Azadlığın Müdafiə Aktına əlavə 970 əlavəni tətbiq edir. Yəni bizi cəzalandırdı. Bizim torpağımızı tuturlar, bizim vətəndaşları öldürürlər, qovurlar, sən bizə qarşı cəza tədbiri tətbiq edirsən. Yəni bu cür hayasızdılar bunlar. İndi də mənim görüm Matişə kimi üzümə baxıb deyir ki, biz insan haqlarının keşiyində durur. Sən öz Amerikan şirkətlərinin maddi marağının keşiyində durursan. Öz imperialist dövlətinin ağalığını təmin etmək istəyirsən. Bu baxımdan İran çox belə ağıllı tədbir gördü, ağıllı mübarizə apardı və öz hüquqlarını müdafiə elədi. Hərbi məğlubiyyətə uğradı Amerika, İsrail. Baxmayaraq ki, İrana böyük maddi ziyan vurdular. 3500 nəfər insan həlak oldu İranda. İran fikir verirsiniz ki, hətta müharibədə müəyyən mənəvi qaydalara riayət etməyə çalışır. Görün nə qədər İsraili bombaladı, çox az orada. Onlarla cəmi insan həlak oldu. Onlar hərbi obyektləri vururdular, mülki obyektləri, şəhərləri vurmurdular, yaşayış binalarını vurmurdular. Amma onlar əməli başı bombalayırlar şəhərləri, kəndləri, yaşayış yerləri. Məsələn, bir hərbi generalı və ya bir nüvə alimini öldürmək üçün bir yaşayış binasını partladırlar, yüzlərlə günahsız insanı öldürürdülər. Amerika bu boyda müharibə apardı, 13 nəfər hərbiçisi həlak oldu. Yəni İranın məqsədi canlı qüvvə məhv eləmək deyildi. Hərbi obyektləri vururdu, təyyarələri vururdu, radarları vururdu, bazaları vururdu. Amma insanları öldürmək məqsədini güdmürdü. Hər halda sözüm ondadır ki, İranın ağıllı, hərbi və iqtisadi və diplomatik fəaliyyəti nəticəsində Amerika ilə məcburdur İranın şərtləri əsasında danışıqlar aparsın. Anlaşma memorandumu imzalandı. Hərçəndir ki, müharibədən əvvəl Trump çox azğınlıqla deyirdi ki, onların yeganə bir yolu var, təslimə imza atmaq. Təslimə imza atmaq əvvəzinə gəldi, niyyət protokoluna, anlaşma protokoluna imza attı. İndi də hey çalışır ki, bunu pozsun.
burada ama bir mürekkep bir oyun var. O da neden ibarettir? Bir taraftan Trump tabii ki şenliklerden büyük miktarda rüşvet alıp, seçilip ve bu rüşvetin mükabilinde şenlikler öz iradesini Trump'a dikte edirlər. O bir taraftan Amerika'nın milli maraqları tələb edir ki, Amerika bu müharibeden çıksın. Çünkü muharebe devam ettikçe Hürmüz Boğazı'nın nezareti İran'ın elindedir. Demek ki düşman devletlerin neftinin taşınmasına mani olur. Düşman devletler de o devletler de göz arasında Amerika'ya bazı verirler. O bazalardan da hücum edirlər Amerika. Bütün bunlar bu ülkenin nizamnamesinde kanuni müdafiə əməlləri sayılır. Eğer her hansı bir ülkenin arasında sana hücum edilen bir hərbi baza varsa sen vurmağa hakkın var. İran öz hakkından istifade edir. Ve eğer o neftin 20% dünya pazarına çıkan neftin 20% birdenbire iktisara düşürse ve dünya neftin pazarında neftin kıymeti bağlaşır. Bağlaştıkça Amerikalılarda avtomobil istifade eden halında onlarda içtimai nəqliyyat demək olar ki yox dərəcəsində. Ben 7 defa olmuşum Amerika'da görmüşüm. Bir de adım başı avtobusda vaxtilə Hacı Balığ'dan evvel trolleybusda vardı, tramvay da vardı. Hacı Balığ'ın sayesinde biz onları getirdik. Hacı Balığ'ın sayesinde yok, Hacı Balığ'ın təyin eden adamların sayesinde. Neyse sözüm ondadır ki biz indi ne görürük? Görürük ki Trump geriye gitmeye mecburdur. Şenlikler bundan qəzəblənirlər. Trump'ı hain adlandırırlar. Amerikanı adlandırırlar hain. Vance'i vice-prezidenti hain adlandırırlar. Ve İsrail diyor ki ben buna tabi olmayacağım. Ben-Gvir var, Kürt Ərəb mənşəli bir təhlükəsizlik naziri, faşistin biridir İsrail'de. Baştan harabdır bir balaca. O deyir ki bu bize dəxli yoktur. Biz müharibemizi aparacağız. Ama Amerikan yardım olmadan İsrail heç kəsdir ve heç nədir. Amerikan hərbi, maliyyə, siyasi, sursat dəstəyi olmasa İran tank kimi İsrailin üstüne keçer. Yani bunlar İran 93 milyon ahalisi var. İsrail'in 9 milyon ahalisi var. Onlardan da 2 milyonu Ərəblər. Sözüm ondadır ki indi İsrail çalışır ki bu anlaşma memorandumunu batil eləsin. Onu çıktaş eləsin. Buna göre müxtəlif ənənəvi kəşfiyyat, təxribat, informasiya müharibəsi fənlərindən istifadə edir, çalışır ki aranı vursun. Trump da cəsarət eləmir açıq şəkildə İsrail'e qarşı çıxsın. Hey bir taraftan diyor ki ben Bibi Netanyahu'nun dostum, o çok görkemli insandı. O bir taraftan diyor ki sözüme bakmadı, neye göre. Ama objektif olarak Amerika'da çok güçlü bir içtimai siyasi karşı durma müşahede oldu. O karşı durma da neden ibaret? Vaktiyle Amerika içtimai rəyi bir mənalı şekilde İsrail'in tərəfindeydi. Indi bir mənalı şekilde Filistin tərəfinə geçip neye göre? O Gazze'deki soykırımın əks-sədası, şəkilləri, mənzilləri gəldi, çıxdı Amerikan xalqına. O xalq da müəyyən insani əxlaq sahibidir, dini əxlaq sahibidir. Gördülər ki, İsrail əsgərləri deyir ki, biz Filistin uşaqlarını öldürürük. Niyə görə öldürürsünüz? Güllə ilə vururuq, öldürürük. Onlar böyüyüb terrorçu olacaqlardır. Bu onların əxlaqı. Uşağı öldürür ki, böyüyüb terrorçu olmasın. Yəni bu ağlasığmaz bir vəhşilikdir, barbarlıqdır. Ve bunu Amerikan cəmiyyəti görür ve artık 60-40'a nisbətində Fələstinə rəğbət üstələyir. Ve bu ictimai rəyin dəyişməsi tədricən birbaşa da olmasa, ani de olmasa, ama tədricən siyasi səhnəyə də təsir göstərəcək. Siyasetçiyə görəcəklər ki, onlar açıq şəkildə İsrail'e qarşı çıxış edəndə səs qazanırlar, seçkilərin səslərini qazanırlar. Ve indi eğer Kongresin əksər hissəsi AIPAC-ın, yani İsrail milyarderlərin pulu hesabına vicdanların həraca qoyub üzə dururlar, Fələstin xalqının hüquqlarını tanımırlar, müsəlmanları təhqirlər, İranı yamanlayırlar. Ama gələn seçkilərdə ola bilsin. Artıq
şənistlərə qarşı çıxış edən siyasətçilər başarılı uğur qazanmalar. Yəqin xəbəriniz vardır. Mən New York'da demək primary'də görünməyən Amerika'da açıq səsvermə iddialarını çıxıran 3 namizəd qələbə çaldı. Yəni onlar seçilməyiblər, amma ki onlar gələn seçkilərdə iştirak edəcəklər artıq Demokrat Partiyasının nümayəndələri kimi. Sol sosialistlər. Öyle sağ sosialistlər yox, sol sosialistlər. Elələri var ki, açıq şəkildə deyir ki, xüsusi mülkiyyət ləğv edilməlidir və s. Belə, mən düşünürəm ki, indi İran çox ilk qələbələrini qazanır. Birinci hərbi qələbəsini qazandı, ikinci mənəvi qələbəsini qazandı, üçüncü diplomatik qələbəsini qazandı. İndi də 12 milyard xalqdan oğurlanmış pullar keçdi artıq İrana. Sonra yenə 30 gün ərzində digər 12 milyard da keçəcək. İndi 300 milyard dollar təzminat məsələsi müzakirə edilir. Mən düşünmürəm ki, Amerika İrana 300 milyard versin. Amma icazə verib ki, 300 milyard dollar həcmində. Əgər kimsə istəsə, kimdə pul var? Əmirliklərdə var da, Fars körfəzinin əmirliklərində var. Gəlib 300 milyard dollar həcmində yatırım yatıra bilərlər. Burada ona bərabərdir ki, İran açmalıdır bazarını öz sahəsinə və deməlidir ki, bax, filan layihələr var. O layihəyə pul qoyanlar filan qədər pul qazanacaqlar. Və 300 milyard dollar həcmində kimsə gətirib oraya yatırım qoyursa, kimsə gətirib 1 milyard, o birisi 2 milyard, biri 5 milyard, biri 500 milyon. O yatırımları qoysalar müəyyən layihələrə, özləri qazanacaqlar. Bu bağışlamırlar İran xalqına. Sadəcə o həcmdə yatırım qoyurlar. 300 milyard dollar da az yatırım deyil. Nəzərə alsaq ki, İran kasıb ölkə deyil. İran məsələn Birləşmiş Ərəb Əmirliklərinə Amerika ilə müttəfiq olduğuna görə hərbi zərbə endirəndə Amerikan bazalarına İranlıların 530 milyard dollarlıq yatırımlarını orada dondurdular əmirliklər. 530 milyard dollar. Yəni bu 300'dən 2 dəfə çoxdur. Yəni İran kasıb ölkə deyil, İran kapitalist ölkəsidir. Bu Sovet İttifaqı deyil ki, bizdə hər şey dövlətin olaydı. Xeyr, 150 ildir İranda kapitalizm inkişaf edir. Orada böyük milyarderlər var, milyarder ailələri var. Onların bütün dünya miqyasında şəbəkələri var. Sənaye, ticari, bank şəbəkələri var. Ona görə İran kasıb ölkə deyil, amma İrana qarşı Qərbin çox belə bir tərəfli qərəzli mövqeyi var. İranın inkişafına mane var. İrana texnologiya satmırlar. İran məcburdur texnologiyaları dolayı yollarla əldə eləsin, inkişaf elətirsin. Buna baxmayaraq təsəvvür edin ki, İranın belə bir sərgisi var da, bizdə Sovet qaydasını çək, xalq təsərrüfatı nailiyyətlərinin sərgisi. İranın Tehrandakı sərgisində İran istehsal edir, avtomobil çox böyük sayda, milyonlarla avtomobil istehsal edir. İstehsal edir soyuducu, paltar maşını, paltaryan maşını, demək ki, cürbəcür məişət texnikası, fəndən tutmuş, üzqırxamı, hər şey İran istehsal edir. Üstəlik raketlər istehsal edir. Öyle bir raket yox, 2 raket yox. Onlarla növ raketlər istehsal edir. Hətta Amerikanın malik olmadığı hipersonik yəni raketlər hansılar ki 4 dəfə, 5 dəfə, hətta 8 dəfə səsdən sürətli raketlərdir. Onları vurmaq mümkün deyil. Bunu İran istehsal edir. Seccil, Fəttah, Hürremşehir. Bu raketlər dəhşətli raketlərdir. Bunlar vurur, İsrail'i də vurur, Amerikan bazalarını da vurur. Və təsadüf deyil ki, Amerika qürrələndiyi hərbi dəniz donanmasını indi İran sahillərindən 800.000 kilometr aralıq saxlayır. Hind okeanının ortasında Cövlan ilə onları vurmasın. İran öz raketlərinə vurmasın. Yəni İran da hərbi gücə malikdir. Xüsusilə ki, bəziləri qızışıb deyirlər ki, Amerika İrana İraqda olduğu kimi, Əfqanistanda olduğu kimi qoşun çıxarsın, quram elə taparsın. Hərbi ekspertə deyir ki, başına at təpəyib. Əvvəla sizə azı 1 milyonluq quru qoşun lazımdır. İkinci bu quru qoşun çıxan kimi başlayacaq qırılmağa. Hazırsınız ki,
aramsız tabut axını geçsin İrandan Amerikaya. Bu istənilən siyaseti üçün ölümə bərabərdir. Ona göre siyasi ölüme beraber aslında. Ona göre İran'a karşı hiçbir siyasi kuruluşu hava bombardımanlarına değişmek mümkün olmayıb. Bu tarixi sübut edir. Hiçbir indi hərbi dəniz donanmasından İran'a karşı istifadə etmə imkanı yoktur Amerika'da. Özləri anlayırlar ki, İran belə Amerikan gəmilərini batırmır ki, batıra bilər, məhv edə bilər. Amma eləmir ki, Amerikan hakimiyyəti Amerikaya hücum var, Amerika in war, at war və bu şarlarla Amerikan xalqını İrana qarşı səfərbər edə bilməsin. Ona görə dözürlər. Amma yaxın buraxmırlar Amerikan demək gəmilərini İran sahillərinə. Belə bir vəziyyətdir. Mən hesab edirəm ki, bu İranın böyük qələbəsidir. Amma təbii ki, İranda da müəyyən bir Ağay Pezeşkan demişkən ciddi siyasi, iqtisadi dəyişikliklər baş verməlidir. İran quruluşu özünü təkmilləşdirməlidir. Bəzi başdan xarab radikalları yollamalıdırlar. Mən İrana çox müsbət yanaşan insanam. Mən bilirəm ki, biz tarixi baxımdan, mədəni baxımdan, din baxımından, dil baxımından, qan baxımından İranla dost, qardaş ölkəyik. Şimali Azərbaycan indi vaxtilə İranın tərkib hissəsi oldu. İran vaxtilə Türk dövləti oldu. Mahmud Ali Çehrəqanlı Bakıya gəlmişdi. Biz onda Arzu xanımın qonağı idi. Mən də ona bir dənə sual verdim ki, Mahmud Ali bəy, İranda demək bu dövləti dağıtmaq istəyən Azərbaycanlar var. Təəccüb elə, nə deyirsiz? İran Türk dövlətidir. 100 illik, 1000 illik tarixindən 940 ili Türklər orada səltənət ediblər. Biz Türkiyədən də böyük Türk dövlətiyik. Biz öz dövlətimizi, doğma İranımızı dağıtmaq istəmirik. Biz onu təkmilləşdirmək istəyirik. İstəyirik ki, orada Türk mədəniyyətinə, Türk dilinə hörmət qayıtsın, qanunda nəzərdə tutulmuş səviyyə çatsın. Yəni bu İranın ən böyük dissidentlərindən birinin mənə dediyi sözlərdir ki, biz İranı doğma Türk dövləti sayarıq. Və belə də mən İranda qohumlarım var, 7-8 dəfə olmuşam İranda. Həmişə görmüşəm ki, əhalinin savadlı, düşünən, nüfuzlu hissəsi İran dövlətinin özünə düşməz. Amma İran dövlətinin təkmilləşməsini istəyir, yaşlaşmasını istəyir. Bəy, demək bu müharibə ərzində siz onu qeyd elədiniz, Körfəz ölkələrindən, Ərəb Əmirliklərindən İrana qarşı istifadə olundu və İran da təbii ki, o həmən ölkələrin ərazisində nə qədər hərbi bazalar var isə onların hamısını vurdu. Hətta İordaniyaya qədər. 16 baza. Bəli. 16 baza. Bəli, hamısını vurdu. Burada çox önəmli bir məsələ var. Artıq bəzi ölkələr, misal üçün, Səudiyyə Ərəbistanı sanki tez ayıldı və aradan çəkilməyə çalışdı və yaxud da ki, Oman tamamilə onsuz da İranla münasibətləri başqa idi və yaxud biz görürük, Qətər də sanki tez ayıldı və İranla münasibətləri tez bir zamanda həll etməyə çalışdı. Amma digərləri var idi ki, sona qədər, hətta onlardan Birləşmiş Ərəb Əmirlikləri hətta özlərini qalib elan elədilər müharibənin o atəşkəsin elan edildiyi gündə. Və bir də önəmli məsələ nə idi? Bu məsələdə, məsələn, bir çox ölkələr gözləyirdilər, Çini gözləyirdilər, Rusiyanı gözləyirdilər, Türkiyə özünü təklif eləmişdi. Amma danışıqlar prosesinə Pakistanın rolu daha çox ön plana çıxdı. Bu, Pakistan məsələsi Azərbaycanda da bir çox insanları düşündürür ki, niyə məhz Pakistan, niyə məhz bu proseslərin əsas bəziləri deyir İngiltərəyə görədir, bəziləri deyir ümumiyyətlə yəni İranla yaxınlığına görədir. Siz necə düşünürsünüz? Ümumiyyətlə Pakistanın burada rolu və əsas məsələ o ərəb ölkələrinin bundan sonraki taleyi necə olacaq? Əvvəla gəlin müharibədən əvvəlki vəziyyəti bir qısa təsvir eləyək. Fars körfəzindəki Ərəb Əmirlikləri krallıqları Amerikanın strateji müttəfiqləri idilər. Hərbi, maliyyə, siyasi, iqtisadi müttəfiqləri idilər. Təsadüf deyil ki, petrodollar deyilən bir məfhum var da, neft dolları. Ona görə ki, 73-cü ildə Henry Kissinger gəlib Səudiyyə kralları ilə danışığa gəlmişdi ki, artıq qızıl təminatı olmayan dollara təminat kimi neft olsun. Və belə danışmışlar ki, bundan sonra
en çok neft satan Suudi Arabistan'ı bundan sonra bütün alıcılar diyecek ki ben yalnız ve yalnız dolarla kabul ediyorum ödemeni, tədiyeni. Ve bunun sayesinde Suudi Arabistan'ın ardınca da başka neft satan Arap ülkeleri çoklu dolar elde ettiler. Bu razılaşmanın ikinci cəhəti oydu ki, ikinci sayfa oydu ki, həmin o izafi hələ bilmirlər nə qədər xərcləsinlər, nə qədər maşın almaq olar, nə qədər şeydən Avropadan fahişə qadınları gətirib yatağa uzatmaq olar, nə qədər bahalı maşın almaq olar, nə qədər qızıl saat almaq. Bunun əvəzinə həmin o izafi dolarları gəlib alırlar Amerikanın dövlət istiqrazını. Dövlət istiqrazına da 2%, bəzən 3%, ən belə yaxşı halda 4% illik gəlir verirlər, faiz sələm verirlər. Bu da onları qane eləyirdi və bilirlər ki, bizim pulumuz Amerikadadır, ya o pula toxunan olmayacaq. Amerikada həmin pulu alırdı, özü üçün hərbi təcavüzə, müharibələrə xərcləyirdi. Yəni atam alı kimi pul xərcləyirdi. Və fikirləşir ya, onlar kim gəlib öz pullarını mənə istəsə verməyəcəm. Yazırsam işləyən bir tarixi hadisəndə o vaxt ki doların təminatı qızılla idi. Hamı dolara qızılı sayırdı. Böyle çok böyle adaletli şekilde. De Gaulle götürdü, gemi gönderdi, bir gemi dolar Amerika'daki kızıl ver. O da suyu süzüle kızıl vermeli oldu. Dalınca başka bir gemi geldi, Fransız gemisi. Yakınlaşan anda Amerika gemileri sahillerine Amerika'daki bir o gemini batırarlar. Dolarla bir de. Gayrın bir de kızıl vermeyecek. Sonra Nixon elan etti ki doların kızıl teminatı değişir. Bir kızılla vermeyecek. Gelecekte belki verdik, gelecekte. Ölme işeyim, ölme yazgeler, yonca biter. Böyle bir söhbət idi. Ardınca geldiler 73. yılda Saudiya ile danıştılar ve doların teminatı oldu neft. Ona göre petrodolar diyorlar. Şimdi təsvir edin ki bu petrodolar sayesinde bütün Arap Emirlikleri, Kavluları Amerika ile sıx iqtisadi, siyasi, hərbi əməkdaşlığa müqavilələri bağlayıblar və ötəri götürürlər ki, bizim təhlükəsizliyin təminatı kimi Amerika bizim ərazimizi hərbi baza yarada bilər. Amma razılaşmaya göre bu bazaları onlara öz pullarına tikirdiler. Amerika'ya $1 koymur. Mesela Katar El-Udeyd möhtəşəm bir hərbi bazadır. En mürekkep adamların tecrübem hamısını öz hesabına çıktı. Amerikanlar geldiler, gelin kimi oturdular, başladılar xanımlıq eləməyə orada. Və bu belədir. Və Kuveyt'te de 2 tane möhtəşəm baza tikdilər. Katar'da, demek ki Oman'da, hatta İran'a dost olan Oman'da da, Emirliklərdə, Saudiye'de bir neçə böyük baza tikdilər. Və elə hesab edirlər ki, bu Amerika onların təhlükəsini təminat verəcək, bu bazaların başı çox. Amerikan qoşunları gəlib bizi müdafiə edir. Sonra bir hadisə baş verdi. İsrail geldi Katar'da, Hamas'ın liderlerini öldürdü. Öyle Saudiye'nin üzerinden uçtu geldi. Mesafe uzak olduğu için o İsrail TR 15 TR ki gelirdi, öldürsün, bombalasın Hamas'ın liderlerini. Onları havada əlavə yanacaqla təmin edən Amerikan gəmisi, təyərləri. S-130. Ondan sonra birdən-birə ərəblərin başına belə sadə fikir gəldi ki, bu bazalar bizi nəzarətə saxlamaq üçündür, bizi müdafiə etmək üçündür. Bu bazaların əsas məqsədi İsraili müdafiə etməkdir. Sonra da başladı bu müharibə, İranla müharibə. İran götürdü, vurdu onların bazalarını. Ve gördüler ki bazalar təhlükəsizlik mənbəyi değil, təhlükə mənbəyi. Yani bu bazalar olmasaydı İran onlara vurmayacaqdı. Müharibeden evvel Arakçı gelirdi, bütün bu körfez ülkelerin gezirdi ve dedi ki, kardeşler biz komşuyuz, Müslümanız, kardeşiz, bir Allah'ımız, bir Peygamberimiz, bir mukaddes kitabımız var.
Gelin bu Amerika'ya destek vermeyin, İsrail'e destek vermeyin. İsrail Müslüman topraklarını işgal ediyor. Müslüman halkını kırır, zəlil eləyib, qaçqın eləyib, cəzaya vətən eləyib. Gəlin qardaş olaq, dost olaq. Deyirlər, yox, biz Amerika bizə söz verib ki, bizi müdafiə edəcək. Elə ki, müharibə başladı. Elə ki, yaxşı zərbələr aldılar, başa düşdülər ki, səhv eləyirlər. İndi də o 13 baza dağılıb və yavaş-yavaş ağıl başlarına qayıtmağa başlayıb ərəb əmirlərinin, ərəb məliklərinin. Nəyi anlayırlar? Anlayırlar ki, Amerika heç də təhlükəsizlik mənbəyi deyil, təhlükə mənbəyidir. İkinci anlayırlar ki, əgər istəyirlər ki, başları sağ olsun, onlar İrandan dil tapmalıdır. İran düşmən deyil və İran zəif deyil, İran güclüdür. Və İran bizi vurmurdu, İran Amerikan bazarını vururdu. Bəli, bir iki dənə raket gəldi, Qatarda hansısa böyük otelləri vurdu. Amma sonra öyrəndilər ki, həmin otellər Amerikan hərbiçiləri köçmüşlər, orada gizlənirdilər. Və İranın kəşfiyyatı dediyimiz gibi fərz edək, Burcul Arab'da filan mərtəbədə Amerikan hərbiçiləri yaşayır. O həmin mərtəbələri də vurmuşlar dronlarla, şəhidlərlə. Neyse. Sözüm bundadır ki, indi Fars körfəzində ciddi yenidən qiymətləndirmə prosesi gedir. Gerçəkliyin yenidən dərk edilməsi prosesi gedir. Anlayırlar ki, əgər onlar təhlükəsizlik istəyirlərsə, təhlükəsizlik uzaq Amerikada deyil. Təhlükəsizlik qonşu İranlandır, xoş münasibətlərədir. İran da heç kəsən heç istəmir. Gəlin ticarət eləyək, gəlin Müslüman qonşu olaq, Müslüman qardaş olaq və s. Qaldı Çinlə Rusya. Çinin özünün bir xarici siyasət və yaşayış fəlsəfəsi var. O da nədən ibarətdir? Mən dünya işlərinə qarışmıram. Qoy bir-birlərini qırsınlar, öldürsünlər. Mən öz iqtisadiyyatımı inkişaf etdirirəm. Xalqımın məişət mədəniyyətini qaldırıram, həyat səviyyəsini qaldırıram. Mən özüm üçün bazar qazanıram. Mən özüm üçün şərik qazanıram. Bu, demək ki, Napolyon Bonaparte'ın məşhur kəlamı var. Əgər sənin düşmənin səhv edirsə, sən ona mane olma. Qoy səhvini eləsin, xətasını törətsin. Və əgər o görür ki, Amerika xəta törədirsə, səhv edirsə, çox sakit Çin baxır, deyir, bəlkə Allah, davam elə, vur başı divara, vur başı divara. Trump da vururdu başını divara. Trump'ın ümidi nə idi? Venezuela neftini nəzarətə götürəndən sonra fikirləşirdi ki, yaxın şərq nefti də onun cibindədir. Əmirliklərin, kralların, məliklərin nefti cibindədir. Fikirləşirdi İran neftini də götürəcək. Və gələcəm ağa kimi Xi Jinping'in yanına, sədrin yanına, Çinin sədrin yanına. Deyəcəm ki, sənin bütün neft mənbələrin mənim nəzarətimdir. İranla alınmadı. Venezuela'nı götürdü, amma İranda gəldi, daşı dəydi, yan getdi. Alınmadı. Ona görə gəldi, bir aya təxirə saldı Çinə səfərini. Ağa kimi getmək istəyir, amma ora gəldi nökər kimi. Özün çox məlum, hörmətli, ədəbli bir insan kimi apardır. Başqa ölkəyə gəlir, ağa kimi gəlir. Gəlir həmişə deyir ki, mənəm burada birinci. Zala girir, orada oturub 25-30 dövlət başı deyir, burada mənəm birinci. Heç gülürlər, başı deyir ki, zarafat sayılır. Amma ora gəldi, özün quzu balası kimi aparırdı. Xi Jinping'lə. Nəysə. Qaldı Rusiyanın başı dərsdə. Səfək siyasətinə görə, ağılsız siyasətinə görə Ukrayna müharibədə ilişib. Ukrayna müharibədə niyə uğur mən görmürəm? Çünki mən bilirsiniz, Sovet ordusunda əskər kimi də, zabit kimi xidmət etmiş adamım. 3 ilə yaxın xidmət eləmişəm. Və orada mən gördüm ki, Sovet ordusu 2 hissədən ibarətdir. Ruslar və Ukraynalılar. Zabit heyəti yarısı Rus idi, yarısı Xaxov. Və o Ukraynalı zabitlər də çox vaxt SSR müdafiə nazirləri olurdu. Qreçko. Və çox vaxt baş qərargah rəisi olurdular. Generalların çoxu mən istəyirdim. Mənim generalım Bednenko, Dmitri Kuzmiç. Xaxov idi, Ukraynalı idi. O general idi.
Yani bunlar elbette ki Sovet ordusu iki hisseye bölündü. Bu Sovet rəhbərinin xain siyaset neticəsində. Sovet ordusunun bir hissəsi, Sovet ordusunun o bir hissəsi ilə döyüşür. Sovet ordusu ise vaxtında Wehrmacht'ı elmiş qüdrətli orduydu. Və indi iki dənə müzəffər ordu bölüşüb siyasi rəhbərlərin axmaqlığı nəticəsində bir-birinə vuruşur. Və mən deyə bilmərəm ki, Ruslar qalib gələcək və deyə bilmərəm ki, Ukraynalar qalib gələcək. Yəni Sovet ordusunun bir hissəsi o Sovet ordusunun ikinci hissəsini məğlub eləməlidir. O eləyə bilmir. Çünki bu yaxşı vuruşu bilirlər. Dronla da vuruşurlar, tərəynlə də, tankla da, mənəm sualtı dronlarla vuruşur. Əmələ başı müharibə gedir. 4 ildir müharibə gedir. Amma elə bilir ki, 1-2 həftəyə qutaracaq. 4 il, 5-ci il gedir artıq. Artıq Böyük Vətən müharibəsindən uzun müddət gedir. Uzun müddət. Belə bir şəraitdə, o bir tərəfdən də Amerika bu müharibəni fitva verdi, qızışdırdı. Sonra da attı Avropanın üstünə çəkildi kənara. O müharibə necə başladı mən çox gözəl bilirəm. O dövlət çevrilişlərinin başında kim dururdu? 2004, 2014. Bu dövlət çevrilişlərini kim təşkil edirdi? Mən bunu çox gözəl bilirəm. Əvvəla icraçılar, o oliqarxlar idi, oğru uşaqlar. Ukrayna xalqının cibinə girən, onun malını tarmar edən, qarət edən oğrular. İkincisi, onlara göstəriş verən Amerikanlar idi, kəşfiyyat orqanları idi. Bunu mən gözəl görürəm. Bir də ki, məsələn, Azərbaycandakı dövlət çevrilişlərinin arxa mexanizmini mən çox gözəl bilirdim. Bilirdim ki, hansı oliqarxlar, hansı mafyozlar bu güya ki, xalq hərəkatının dalında durur. Mən bunu çox gözəl bilirdim. Orada da Ukraynadakı meydanların dalında kimlər durur? Bakıdakı meydanların dalında kim durur mən bilirəm. Orada da həmin şey durur. Viktoriya Nuland bunu açıq şəkildə dedi. 2014-cü ildə gəldi dedi ki, fuck you, tüpürək Avropa. Biz təyin edəcək Ukrayna hökuməti kim olmalıdır? Gətirdilər, oliqarx Poroshenko'nu qoydular, oğru oliqarx Poroshenko'nu. O da Amerikanın tam göstərişlərini Biden deyirdi ki, mən baş prokurordan çıxartdım. Göstəriş verdim, baş prokuroru çıxartdım. Baş prokuror da Amerika təyin edirdi. Yəni bu nə müstəqillikdir, nə müstəqil dövlətdir. Boş söhbətdir. Nəysə bu indinin özündə də Ukraynanın daxili və xarici siyasətinə Amerika və Avropa nəzarət edir. Avropa nə bilir? Avropa istəyir ki, Rusiya zəifləsin. Ukraynaların əli ilə Rusiyanı zəiflədir. Təsəvvür görün Rusiya nələr etirəcək. SSR dağılından sonra uzun müddət, böyük çətinliklə dünya bazarına qovuşmuşdu. Özünə tərəf müqavilələr tapmışdı. Dünyanın hörmətli ticarət və sənaye məsələləri, şirkətləri gəlmiş Rusiyaya. Rusiya belə əməli başı inkişaf edir. İndi nəyə nail olub? Düşüb mühasirəyə, ona qarşı sanksiyalar tətbiq edirlər və artıq deyilənə görə 1 milyondan çox insan həlak olub. Və 100 minlərlə, bəlkə milyondan çox savadlı vətəndaş başını götürüb bu dəlixanadan qaçıb gedib. Azərbaycana qaçmırlar, amma qaçıblar Qazaxstana, Qırğızstana, Ermənistana, Gürcistana, Türkiyəyə, Serbiyaya qaçıblar. Xeyli adam qaçıb. Hamısı savadlı, bacarıqlı insanlar. Bu hamısı içkidir də. Demək, Ukrayna nə etirib? SSR dağılanda Ukraynada 48 milyon əhali yaşayır. İndi 25 milyondan yuxarı deyil. Yəni yarı-bayar azalıb. Ukrayna Sovet Sosialist Respublikasının ümumi daxili məhsulu Federativ Almaniyanın ümumi daxili məhsuluna bərabər idi. Yəni AFR-la eyni səviyyədə idi. İndi ondan 5 dəfə aşağıdır. Əvvəl Polşadan Ukrayna 2 dəfə zəngin idi, indi 4 dəfə kasıbdır. Yəni bu Ukrayna hakim sinfi, bu bədbəxt gözəl xalqın başına nə oyunlar gətirir acgözlük sayəsində. Və Ukrayna çox böyük demək tənəzzülə uğrayıb. Demoqrafik baxımdan, sənaye və böyük borc içindədir. Ölkənin büdcəsinin 60% xarici mənbələrdən gəlir. Avropanın, Amerikanın maliyyə yardımı olmasa Ukrayna dövlət kimi failure state'dir, yəni uğursuz dövlətdir. Və bu hakim siyasi sinfin beyvəciliyinin sayəsində baş verib. Həm Ukraynanın, həm Rusiyanın.
İndi fikir verin. Nəhayət bir şey demək istəyirəm. Mən elmi işim tipoloji oxşarlıq sahəsində, komparativistika, yəni müqayisəli təhlil. Mən bunu ədəbiyyatda da edirdim, amma siyasətdə də var, dünya hadisələrində də var. Nə baş verir dünya miqyasında? Bir güclü dünya nizamı dağılır. Amerika da dünyanın ən qüdrətli dövləti deyil. Regional güclər yaranır. Güc regional mərkəzlər yaranır da. Regional mərkəzlər də hərəsi öz ətrafında özünə meyl edən, özünə cəlb edilən dövlətlər dairəsi yaradır. Və bu baxımdan, bəli, indi təsəvvür edin ki, Amerikanın təsirindən çıxan bəzi müsəlman ölkələri hansısa bir fars göstərici yaxın şərqdə yeni bir mərkəz yaratmaq istəyirlər. Artıq onu demək ki, Pakistan nüvə dövlətidir. Çox milyonlu, 100 milyonlarla əhalisi var. Türkiyə qüdrətli ordusu, iqtisadiyyatı var. Zəngin maliyyə vəsaiti olan Səudi Ərəbistanı, 115 milyon əhalisi olan Misir və ola bilsin ki, onlara qoşulsun 93 milyon əhalisi olan, güclü iqtisadi inkişafı olan İran. Bu olacaq yeni bir regional mərkəz. Hansısa bir Yaxın Şərq NATOsu kimi hərbi ittifaq bağlana bilər. Sonra Rusiyanın ətrafında hansısa bir, Rusiya çalışır, amma bu dağılır, getkilə dağılır. Çünki hakim zümrəsi çox biveydir, tamahkar, körüş şeylərdir, insanlardır. Amma Çinin ətrafında Çinə meyl edən dövlətlər dairəsi yaranır. Amerika çalışır buna mane olsun. Çalışır Filipinlə Çinin arasını vursun. Vietnamla Çinin arasını vursun. Yaponiyanı, Cənubi Koreyanı Çinə qarşı alırsun. Amma bu hələlik alınmır. Çünki obyektiv iqtisadi maraqlar, geosiyasi maraqlar onları vadar edir ki, onlar hansısa yeni bir formatda iqtisadi, ticari, siyasi, hərbi əməkdaşlığa başlasınlar. Bu eyni də mən düşünürəm ki, bu başqa Latin Amerikasında baş verəcək, Avropada baş verəcək. Avropa görürsünüz, yavaş-yavaş, çətin də olsa, ağrılı da olsa, amma Amerikanın əsarətindən, nəzarətindən çıxmağa başlayır. Avropada yavaş-yavaş düşünür ki, hansısa Avropa hərbi qüvvələri, Avropa demək ki, birliyinin daha səmərəli işi. Hələlik o mənasız ifrat konsensus siyasəti işləmir. 27 ölkəni bir yerə gətirmək üçün konsensusdan alınmır. Vahid qərar çıxarmaq mümkün deyil. Ona görə yeni üsullar axtarılır. Yeni üsul da hansı bir daha çoxluq əsasında qərar qəbulu, federativ əsasda yeni bir dövlətin, Avropa dövlətinin birləşməsi, yadımıza düşür Leninin Birləşmiş Avropa Ştatları şüarı haqqında məqaləsi yadımıza düşür. 20 əsrə bəlkə yazmışdım. Yəni bu obyektiv bir tələbatdır və Avropa xalqları bunu dərk edirlər ki, ya bunlar daha sıx birləşib gerçək, səmərəli işləyən bir siyasi qüvvəyə çevriləcəklər, ya da ki, onlar elə tənəzzülü davam edib olacaqlar yalnız muzey, turizm mərkəzi və s. belə. Və ümumiyyətlə biz Avropadan dediniz, Avropanın son dönəmlər məsəl üçün sanki Amerika Avropanı da bir cəhd eləyir ki, bir Avropa ilə Rusiyanın bir toqquşmasını təşkil eləsin. Yəni buna bir cəhd var. Və təbii ki, məsələn, Rusiyadan da reaksiyalar oldu, biz dərhal cavab verəcəyik. Avropada da bəzi ölkələr başlayıblar ki, biz Rusiyanı bu addımlar atılsa vuracaq. Yəni sanki bunun bir təşkilatçılığı var. Siz necə düşünürsünüz? Yəni Birinci Dünya müharibəsi Avropa, İkinci Dünya müharibəsi Avropa, yenə də mi Avropada olacaq daha böyük bir müharibə? Əvvəla Amerika Avropa ilə Rusiyanın arasını vurmağa cəhd edir sözü biraz gecikib. Artıq arasını vurub. Bəli. Avropanı Rus neftindən, qazından məhrum edir. Onları hərbi baxımdan toqquşdurub. Artıq üzrə durublar.
artıq Avropa silahı ilə Rusiyanı vururlar. Rusiya da hədələyir ki, mən də başlayacağım, nə demək, zavodları, fabrikları, şəhərlər vururlar. Hətta Karaganov, Sergey Karaganov başlayan bir Rus alimi, professor olmasına baxmayaraq, deyir ki, biz gələ bir Avropaya bir-iki dənə taktiki nüvə silahı ataq, onları ayıldaq, başa düşək ki, nüvə demək, silahı mövcuddur. Baş yoxdur da. Baş yoxdur, əxlaq da yoxdur, baş da yoxdur və ümumiyyətlə sadəcə bunlar hiss edirlər ki, bu cürdirsə o şöhrət qazanacaq. Şöhrət qazananda onun biraz pulu çox olacaq və salam. Bunu fikirləşirlər. Bizdə də çox adamlar yadındadır. 88-də qışqırırlar. Harada gördün erməni, vır başına gülləni. Başlayırlar ki, bu beynəlxalq hüquqa, Azərbaycan hüquqlarına, Sovet hüquqlarına zidd şeydir. Amma deyirlər ki, o kişi adamdır, gördün ki, harada gördün erməni, vır başına gülləni. Yəni bu Ermənistanda da demək, Ermənistan Emre Akademiyasının müxbir üzvü Rafael Kazaryan mitingdə çıxış edirdi 88-nin dekabrında. Bizə erməni xalqına böyük müsibət üz verib, bizdə böyük dəhşətli zəlzələ baş verib, o Spitakda dağılıb və s. Kanda dağılıb evlər var. Amma biz bir tarixi qələbə də qazanmışıq. Biz müqəddəs erməni torpağını Türklərdən təmizləmişik. Hamı da ərkağıda, kübbaşıda. İndi nə gündəsiz, nə gündəsiz. Qələbə, həyatın mənası Türkləri qovmaq idi. Türklər kim idi Ermənistanda? Kəndli adamlar idi. Oturmuşdu, kənd təsərrüfatı məhsulları istismar edib, gətirib sizin bazarlarda ucuz qiymətə satırdılar. Siz də keyf edirdiniz ki, ağır kəndli işi ilə məşğul olurdu Türklər, Türk kəndliləri. Amma budur. Yəni bizdə də sevinirlər ki, biz erməniləri qovduq. Erməniləri qovduq, Azərbaycanın mədəni mənzərəsi biraz kasıblaşdı. Çünki kosmopolit Bakı şəhərində Yahudilər vardı, ermənilər vardı, Ruslar vardı və s. Mədəni mənzərə daha zəngin idi. Müxtəlif mədəniyyətlərin qovuşması, əlaqəsi, Azərbaycan mədəniyyəti, Sovet mədəniyyəti, onda bir Sovet mədəniyyəti, Azərbaycan Sovet mədəniyyətinin səviyyəsi var. İndiki bizim Azərbaycan mədəniyyəti səviyyəsi var. Yerlə göy qədər fərq var. O zaman daha güclüydü, daha zəngin idi, daha inkişafləmişdi. Yəni bu baxımdan biz etiraf eləməliyik ki, çox millətli dövlətlər daha səmərəli olur. Yəni ki, yeknəşək. Bəli, istisnalar var da, məsələn, Yaponiya yalnız Yaponlardan ibarət. Ola bilər. Vyetnamda yalnız Vyetnamdan yaşayır. Amma ki, Sovet İttifaqı çox millətli idi. Necə güclü inkişafləndi. Amerika çox millətli idi. Kanada çox millətli idi. Avropa özü çox millətli idi. Nə qədər millətlər yaşayır da və bu potensial böyükdür. İnkişaf potensialı böyükdür. Sizin sualınız nə gedir? Sualım Avropa ilə Rusiyanın qarşı durması. Avropa ilə Rusiyanın qarşı durması artıq baş verir. Amma ki, mən çox ümid edirəm ki, Avropanın da, Rusiyanın da bir balaca düşünmək qabiliyyəti oyanar və onlar başa düşürlər ki, bu böyük şeydir. Artıq Avropanın özündə xeyli siyasi qüvvə var ki, açıq şəkildə deyirlər ki, bu Amerikanın oyunudur bizi Ruslara düşmən elədi. Nəyə görə? Rusları çıxartdılar, neft-qaz bazarını ələ götürdülər. İndi Amerika gətirib Rusların neftindən baha, Rusların qazından baha öz neft qazlarını satırlar. Hətta gəlib o şimal axını borularını Amerikana patlatır. Bunu yavaş-yavaş Avropaların başına girir bu fərziyyə. İkinci hesab edirlər ki, yaxşı, əgər biz energetika mənbəsi kimi Rus ucuz neft qazını itiriksə və bahalı Amerikan neft qazını əldə edilirsə, bu bizim sənayemizin rəqabət qabiliyyətini zəiflədir. Və buna görə biz göz-gözü görürük ki, Avropa sənayesi tənəzzülə olur. Və bunu açıq deyən, məsələn, Avropada bir, Almaniyada ADG adlanan Alternativ Germaniya, Almaniya üçün alternativ. Alisa Weidel, onların lideridir bir qadın, cəsarətli, gözəl, ağıllı, savadlı bir qadındır. Onlar artıq get-gedə daha çox söz qazanırlar. Faktiki olaraq onlar ikinci partiya çeviriblər Almaniya miqyasında və hamı da deyir ki, gələn seçkilərdən onlar ola bilsin ki, qalib gəlib hökumət təşkil edirlər. Onlar isə açıq edirlər ki, Almaniya Rusiya ilə münasibətləri bərpa etməlidir. Və Ukrayna xalqına biz heç nə pis şey arzulamırıq. Amma ağılları gəlsin başına, gəlsinlər barışsınlar Rusiya ilə. Əlbəttə ki, Ukraynada da xam xəyallarla yaşayan adamlar var.
Rusiyada da xam xəyallarla yaşayan adamlar var. Hansılar ki, beynəlxalq hüquqa hörmət eləmirlər. Amma bu beynəlxalq hüquq var da. Öyle bu təkcə zəif ölkələr üçün xeyirli olan hüquq deyil, həm də güclü dövlətlər üçün xeyirli olan hüquqdur. Hansı bir oyun qaydaları müəyyənləşdirir. Bu oyun qaydaları çərçivəsində hər kəs qabiliyyətinə görə öz faydasını götürə bilər. Mən düşünürəm ki, təhlükə var, təhlükə mövcuddur. Amma eyni zamanda Avropanın özündə bu qarşıdurmanın mənfi təsirlərini görən siyasi qüvvələr güclənir getkidə. Onlar Rusiya ilə istəyirlər barışaqdır. Rusiyanın özündə isə mən düşünürəm ki, Putin və onun üçün ətrafındakı cinayətkar dəstə bunu anlamır. Amma Putin gələndən sonra yaşı çoxdur da. Putin uşaq deyil. Putin gedəndən sonra ola bilsin ki, Rusiyada da hansı bir dəyişiklik başladı və xüsusilə ki, görün də Ukraynanın son dron hücumları, birazdan başlayacaq raket hücumları, Ukrayna uzaq, orta məsafəyə vuran raketlər artıq istehsal etməyə başlayır. Vaxtilə SSR-in sənaye kəbbəxanası Ukraynadaydı da. Sonra onu uğurla məhv eləyə bildilər. Amma indi bərpa edir. Mən düşünürəm ki, şans var. Avropa ilə Rusiyanın barışması və ortaq məxləyə gəlməsi şansı var. Bəli, son olaraq elə bunu soruşum. Məsələn, bir çox xarici ekspertlərin yazılarına və yaxud da ki, məqalələrə baxanda iki fərqli yanaşma var. Yəni, bəziləri düşünür ki, ümumiyyətlə daha böyük müharibə, indiki baş verən proseslər daha böyük bir müharibənin hazırlıq prosesidir və daha böyük bir müharibə olacaq. Bəziləri düşünür ki, ümumiyyətlə bu dondurulacaq və bu məsələni yeni bir dünya nizamı deyirlər. Yeni bir dünya nizamı gələcək. Bir çoxları deyir, BMT dağılacaq, başqa bir qurum yaradacaq. Nə olacaq? Siz necə düşünürsünüz? Ümumiyyətlə, böyük bir müharibəyə mi doğru gedirik və yeni dünya düzəni deyəndə bu insanlar nə anlamalıdır, nə başa düşməlidir? Ağrılı keçid dövrünü yaşayırıq. Bu ağrılı keçid dövründə ağrılı siyasi hadisələr baş verir. Siyasi proseslər gedir. Ağrılı içkilərlə, qan tökülməsi ilə, müharibələrlə, bombardmanlarla, beynəlxalq hüququn təftiş edilməsi, beynəlxalq hüququn inkar edilməsi, bu bəli ağrılı prosesdir. Bilirsiniz, keçid dövründə çox qüvvələr ortaya atılır və mövcud qanunları inkar etməyə başlayır. Vaxtilə Bolşevik inqilabından sonra bütün keçmişi inkar edirlər. Sonra gəldi inkarı. Hegelin dediyi qanun işə düşdü. Və mən belə düşünürəm ki, bəşəriyyət qarşısında bir seçim var. Yeni, böyük dünya müharibəsi bəşəriyyətin sonu deməkdir. Einstein'e geldik, yoksa kime demişlər ki, 3-cü Dünya müharibəsi haqqında nə deyə bilərsiniz? Deyir, onun haqqında heç şey deyə bilmərəm. Amma 4-cü Dünya müharibəsi daşla, dəyənəklə olacaq. Çünki o qədər. Mən bilirsiniz, nüvə müharibəsi haqqında ilk elmi əsəri yazmış adamla əməkdaşlıq eləmişəm. Onun tərcüməsi olmuşam. Albert Leonid Bülxanov, artilleriya general-mayoru, hərbi elmlər üzrə namizəd. Namizədli dissertasiyası da olmuşdu. Nüvə müharibəsinin fəsadları. Gizli sirli dissertasiyaydı. 60-cı illərin ortasına müzakirə edilmiş. Ondan sonra da bu ortaya çıxdı, başqa adamların adı çıxdı. Amma o gizli, çox məxfi saxlanan bir dissertasiyaydı. Amma mən danışırdı ki, mən polkovnik idim. Və mənim maraqlandırdı, yaxşı, bu bir nüvə müharibəsi deyil. Nə olmaz ki, necə olacaq nüvə müharibəsindən sonra? Getdim deyir, bir hərbi institutda dissertant kimi qeydiyyatdan keçdim. İcazə aldım gizli məxfi sənədlərə, əlim çatsın, müəssər olsun və s. Və başladım oxumağa, gördüm ki, heç bir ciddi şey yoxdur. Boş şarlar var. Belə var, elə yıxarıq. Amma ki, bu nüvə müharibəsindən sonra nə olacaq bilmədim. Yığdım bütün bu məlumatları, çünki artıq müxtəlif sınaqlar keçmişdir, sınaqların nəticələri qeydiyyatdan keçmiş, amma ümumiləşdirici heç şey yox idi. Və bunu götürdüm, başladım qorxmağa. Mənim ailəm var, uşaqlarım var. Bu nüvə müharibəsi olsa deyəsən, axırı yaxşı olmayacaq.
Götürdüm bu topladığım sənədləri, getdim Steklov adına, Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutu var. Ona Steklovka deyirlər. Geldim, orada bir maygülü şeyler vardı, o baştan xarab alemler vardı, yerleştiler, dünyadan bir xəbər. Gətirdim onlara, dedim ki, uşaqlar, belə bir mövzu var da, nüvə müharibəsindən sonra nə olacaq? Məndə bu ilkin mənbələr var, çoxu gizli mənbələrdir, sirli mənbələr. Bir baxın, görün, nüvə müharibəsindən sonra nə olacaq? Götürdülər, 3-4 nəfər idi, başladılar baxmağa, hamısı da Yahudi idi. Başladılar baxmağa, danışmağa, Sovet Yahudilər. Sonra kızıştılar, başladılar, öyle dilde danışırken onu anlamadılar, riyazi dilde. Sonra dediler ki, sen git, 2 həftədən sonra gel. 2 həftədən sonra geldim, bana model koydular karşıma. Nüvə qışı. Nüvə müharibədən sonra qış. Yani nüvə zərbələri nəticəsində o kadar səmaya toz, torpaq və sert toz qalxacaq ki, güneş şahları 1 il, 2 il yere çatmayacak. Ve bu 1 il, 2 il ərzində bütün yerde ne canlı varsa güneş saati olmadan yok. Bitkiler, heyvanlar, insanlar hamısı ölecek. Dediler ki bu budur netice. Başlasın ki ben bu elimi çıkartsam ortaya, külümü görüp sorarlar. Ya delikanlıya sağlar ya ordudan kovarlar. Dedim bana bunu öğretin de riyaziyyatdan. Dediler ha yaxşı. Oturdum şagird kimi əlimdə dəftər qələm, polkovnik adam, başladılar bunlar mənə dərs etməyə. Riyaziyyat, bu model, o model, hər şeyi öyrəndim. Sonra gəldim, elan edim ki, mən elmi işi müdafiə edirəm. İlkin müzakirəyə baxdı, hamı dəli oldu. Necə? Nüvə müharibəsi mümkün deyil. Bizim Sovet İttifaqının ilk nüvə zərbə indirmə doktrinası var. Dedim ki, gəlin müdafiə edirəm də, elmi işdir. Gəlin mənə sübut edin ki, mən haqsızam. Ve geldiler, 3-4 tane marşal, Sovet Sosyalist geldi. Bir 10 nefer general geldi. Yığıldılar, düştüler üstüme. Ben asmışam böyle cədvəlləri, əlimdə təbaşı yazıram. Bunlar değil, ben sübut edirəm, riyaziyyatdan sübut edirəm, ben haqlıyam. 1-2 saat, 3 saat, 4 saat ağıra beni elmi cəhətdən bacarmırdılar mənə, başını qışqırmağa ki, tüş və pasvalə işpadələ smirna marşal olarak da. Ben gördüm ki, balam, mənə elmlər namizədi adı nəinki vericilər. Ola bilsin, ordudan da olsunlar. Ola bilsin, dəlixanaya da salsınlar. Amma mən sözümün üstə durmuşum. Çox da aybetlərini çox tərs adamıydım. Axırda bir dənə yaşlı Sovet İttifaqı marşalı var idi, qoca kişiydi. Durdu ayağa, yaxınlaşdı məni, qucaqladı, spasiba sana. Çox sağ ol, cəsarətimə görə, qeyrətimə görə. Döndü ama dedi ki, bunun elmi dəlillərini inkar edən adam var. Ahmet sus. Dedi çox sağ ol. Neyse dedi, mənə elmi dərəcə verdilər, amma qərar çıxartdılar. Məxfi, ən yüksək hədli məxfi şey. Ama mənə deyil, general rütbəsi verdilər və Daşkentdə 40-cı ordunun hava hücumundan müdafiə qoşunlarının komandan müavini təyin edildilər. Oradan da sonra məni göndərdilər, bu mislə burada. Mən də gəlmişim sənə oturub araq içirəm. Mən araq içmirdim, şərab içirdim, amma mən oturub araq içirdim, danışırdı həyatındadır. Çox maraqlı insan idi. Mən də bilirdim ki, nüvə müharibəsi mümkün olan şey deyil. Yəni bəşəriyyətin sonu deməkdir. Bunu artıq Amerikanlar da anlayır, Avropalılar da anlayır. Ruslar da anlayır. Bu barədə artıq yazırlar da. Amma buna baxmır, hansı Karagan hökmü başdan xarab deyir ki, nüvə müharibəsi. Nüvə müharibəsi belədir. Taktiki nüvə zərbəsindən başlayırlar. Sonra keçilir daha güclü bombalara, daha güclü. Axırda da strateji nüvə bombaları partlayır. 5800 bomba Rusiyadadır. Bir 4800 bomba Amerika'dadır. Çin'de bir 400-500 bomba var. 300 bomba İsrail'dedir. Fransa'da, İngiltere'de, Hindistan'da, Pakistan'da üst üste bir 15-20 bin bomba var. Bunlar partlasa yeniden nüvə qışı başlayır. Nüvə qışı da 2 il devam edir ve bəli, ola bilsin ki, yerin altında hansı bir taxta bitilər, soxulcanlar canlı qalacaq. O toz torpaq yatandan sonra, güneş şahları gəlib çatandan sonra yer eşələnəcək, oradan bir yana hansı soxulcan çıxacaq. Amma insan olmayacaq yer üzərində.
insan olmayacaq. Ona görə kimsə sevinir ki, belə varıq, belə yıxarıq, mən onlara acancaqlı bir məxluqat kimi baxıram. Bunlar başdan xarablar. Bəşəriyyətin sonu gələcək. İstəyirsiniz ki, bəşəriyyət sona getsin. Bu qədər insanlar nəsillərlə, yüzlərlə nəsil çalışıb, bir hansı ortaya mədəniyyət qoyub, hansı bir həzara deyirlər onlara, sivilizasiya qoyub. Neysə, belə mən düşünürəm ki, nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Əminəm buna. Ona görə həmişə çalışıram ki, ən pis sülh ən yaxşı müharibədən daha yaxşıdır. Gözəl. Və ümid eləyək ki, belə bir böyük bir müharibə olmasın. Heç olmasa, yəni ən azından olmasın. Yəni mən şəxsən istəmərəm. Yəni müharibə çox ağır, çox çətin bir problemdir. Ən azından bunu biz özümüz yaşamışıq və görürük ki, hansı problemlərlə üz-üzə qalırıq və yaxud ki, hansı formada yaşaya bilirik. Zəriş bəy, sizə təşəkkür edirəm vaxt ayırdığınız üçün. Buyurun. Minnətdaram və suallara geniş əhatəli və hətta çox maraqlı mövzulara və maraqlı xatirələrdə danışdınız. Həqiqətən çox xoş oldu və izləyicilərə də təşəkkür edirəm ki, vaxt ayırdılar bizə vaxtlar. Sağ olun, var olun. Demək istəyirəm ki, bu mənim 81 yaşım var. Mən bu Sovet İttifaqının da həyatını, müstəqil Azərbaycanın da həyatını, Qərbin, Şərqin həyatını, mədəniyyətini öz içərimdən, şəxsi təcrübədən keçib dərkləmişəm. Ona görə mən qətiyyətlə bütün zorakılığın, müharibənin, siyasi lotuğun əleyhinə olmuşam. Bunu görmüşəm də. Nə qərbdə, nə şərqdə bu özünü ötkəm aparan, insan həyatı ilə hesablaşmayan siyasilərin dəyərini çox aşağı qiymətləndirirəm. Belə uğurlar olsun. Ümid edirəm ki, sizin bu verilişiniz 10 nəfər, 100 nəfər, 1000 nəfər adama çatdı və onlar da anladılar ki, sülh müharibədən qat-qat yaxşı. Sağ olun. Uğurlar olsun. Var olun.